Əqrəb qadını çox sirli, ağıllı və hissiyatlıdır. Ona yalan demək və aldatmaq olmaz. Hər şeyi hiss edir və anlayır. Əgər siz onunla münasibətdəsinizsə, bilin ki, ondan heç nə gizlədə bilməzsiniz. O, insanın içini oxuya bilir. Bu qadın asanlıqla heç kimi bəyənmir və asanlıqla da heç kimi həyatından çıxarmaz. Həyatına kimisə daxil edibsə, bu ciddi və dəyərli bir qərardır. Lakin səhv edilsə, çox sərt şəkildə uzaqlaşa bilər. Əqrəb qadını çox cazibədardır. Kişilər onun ətrafında olmaq istəyirlər. Amma o, hər zaman özünü tam açmır. Nə qədər sevsə də içində bir sir saxlayır. Çox dərin hissləri olsa da incinməkdən qorxduğu üçün hər kəsə tez bağlanmır. Əqrəb qadını həm də yaxşı dostdur. Sizi yarı yolda qoymaz. Əgər sizinlə dost olubsa, demək həmişə yanınızdadır və sizə dəstək verəcək. İş həyatında da onunla ortaq olmaq olar. Güvəniləcək biridir. Bəzən təkəbbürlü və qısqanc ola bilər, amma bu onun təbiətindən gəlir. Əslində o, sakit və təvazökar biri ola bilər. İçində həm yaxşı, həm pis tərəfləri daşıyır. Bu da onu maraqlı və güclü bir insan edir. Əgər münasibət qurmaq çətin biri olduğunuzu göstərirsinizsə, o sizi daha da çox istəyə bilər. Amma bu davranışınız süni və yalançıdırsa, o bunu hiss edəcək və uzaqlaşacaq. Əqrəb qadını dürüst insanları sevir.